Könüllü işi var yoldaşlar. Əgər aranızda kimsə könüllü olmaq istəyirsə, qeyd edim ki, Unibankda könüllü işi var. Beynəlxalq Əlaqələr Şöbəsinin könüllüsü işidir. Qeyd edim ki, bu son 48 saatın olan ən yeni könüllü işlərindən biridir. Amma yəni son 72 saatda da başqa biriləri ola bilər. Bu, qeyd edim ki, səhv xatırlamıramsa, belə bir video paylaşılıbdır, kanalda olmalıdır. Yəni, özdə bir neçə variantı. Ən son tarixlərə baxsanız, diqqət eləsəniz, orada bu tip iş görməlisiniz və fərqli sahələrdə də işlər var. Bu öz yerdə. Bəs bu Unibankdakı Beynəlxalq Əlaqələr Şöbəsinin könüllüsü işinə müraciət etmək üçün sizdə hansı özəlliklər olmalıdır deyə sual verirsinizsə, bildirim ki, kompüterdən yaxşı səviyyədə istifadə bacarığınız olmalıdır. Rus və ingilis dillərini orta səviyyədə bilməlisiniz. Yeniliklərə açıq olmalısınız. Daim özünüzü inkişaf etdirən biri olmalısınız. Belə bir işdir. Bu işə də müraciət mesajını çəkirsinizsə, dəstəklər üçün əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Nəinki bu iş, digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun, Toğrul Hacıbozlu kanala daxil olun, Toğrul Hacıbozlu kanala. Həmin kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.